Məlum olduğu kimi, yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra Azəriqaz İctimai Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Hələ də Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıblar. Bu şikayətlə vətəndaşlar müraciət ediblər. Onların sözlərinə görə artıq ikinci gündür sayğaca qaz yükləmək mümkün deyil. Qaynar xəttə düşmək olmur. Zəng edirsən, çox hallarda ya avtomatik olaraq söndürülür, ya da uzun müddət xəttə gözlədirlər. 37 dəqiqə insan xəttə gözləyər. Redaksiyamıza müraciət edən vətəndaşlardan biri bildirib. Bir qrup vətəndaş isə problemin həlli üçün qurumun aidiyyatı şöbələrinin qarşısına toplaşdıqlarını deyirlər. Yaranmış vəziyyətlə bağlı Azəriqaz İctimai Birliyinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. Qurum rəsmisi sorğumuza cavab olaraq bildirdi ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən yaranmış problem həmin gün axşam saat 20:00-da aradan qaldırılsa da, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparır. Xatırladaq ki, hazırda 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12,5 qəpik, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 30 qəpikdir.